إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له، ونشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أن محمدًا عبده ورسوله. يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم، ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما. فإن أصدق الحديث كلام الله، وخير الهدي هدي محمد صلى الله عليه وسلم، وشر الأمور محدثاتها، وكل محدثة بدعة، وكل بدعة ضلالة. أعاذنا الله وإياكم minha. Muhterem Müslümanlar, her şeyden önce öz nəfsimə, sonra da sizlərə Rəbbimdən layiqincə qorxmağı tövsiyə edirəm. Həqiqətən təqva hər bir xeyrin başıdır, açarıdır və təqvasız mümini təsəvvür etmək mümkün deyil. Necə ki Rəbbimiz Quran-ı Kərimdə buyurur ki: وَتَزَوَّدُوا azügəni artırın. فَاِنَّ خَيْرَ زَادِ التَّقْوَى ən xeyirli azügə Rəbbimiz tövsiyə edir ki, təqvadır. Müminin təqvası onun nurudur, onun gözəlliyidir. Çünki Rəbbimizin qatında ən hörmətli olanlar da onlardır. Necə ki Rəbbimiz buyurur ki: İnne əkramakum indallahi ətqakum. Mənim dərgahımda, mənim yanında ən hörmətliniz Allah'tan ən çox qorxanınızdır. Və həqiqətən bu ayət kərmələr bizlərə göstərir ki, Rəbbimiz bizdən nə istəyir? Hansı azügəni istəyir? Ona görə mümin, müsəlman bu qısa dünyada onların üzərində çalışmalıdır. Və istəyərdim ki, bu gözəl gündə qısa bir xatırlatma edim öz nəfsimə, sonra da sizlərə. Çünki hər birimiz mümin kimi yaşayıb, mümin kimi ölmək istəyirik. Allah Subhanahu wa Ta'ala hər birimizə nəsib etsin. Çünki bəzən insan mümin kimi başlayır və sonra azır. Gedir bidətə və görürsən cəhalətə və görürsən cürbəcür yollara gedir. Ona görə mümin kimi yaşayıb, mümin kimi ölmək üçün mümin gərək müminin vəsiflərini bilsin. Allah Subhanahu wa Ta'ala bizlərə mümini necə vəsf edib, onu hər zaman dərk etsin. Onu hər zaman özündə yaşatsın, xatırlatsın nəfsinə. Çünki nəfs hər zaman unudur, qafilləşir. Necə ki Rəbbimiz, bizi yaradan Rəbbimiz buyurur ki: fəzəkkir, xatırlat, fəinnəz-zikra tənfə'ul müminin. Həqiqətən xatırlatmaq müminə fayda verir. Çünki insan xatırlanmadıkça azır, məhv olur, zəifliyir. Rəbbimiz Quran-ı Kərimdə Ənfəl surəsində bizlərə buyurur ki: İnnəməl mu'minunəl-ləzīnə İzə zükirəllahu vəcilət qulubuhum və izə tuliyət aleyhim əyətuhu zədəthum imanə və alə rabbihim yetəvəkkəlun. Həqiqi müminlər o kəslərdir ki, İzə zükirəllahu vəcilət qulubuhum, Allah zikr olunduğu zaman onların qəlbi titrəyər. Ona görə mümin baxmalıdır ki, Allah Subhanahu wa Ta'ala'nın əzəməti onun qəlbində bu şəkildə yerləşibmi? Həqiqətən yerlərin, göylərin sahibinin əzəməti çox böyük, çox əzəmətlidir. Onu insan dərk etməlidir. Onu hər zaman insan nəfsinə təlqin etməlidir, xatırlatmalıdır. وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا. Onlara Allah Subhanahu wa Ta'ala'nın ayətləri oxunduğu zaman zədəthum imana, onların imanları artar. Və baxaq görək ki, bizdə bu varmı? Rəbbimizin saydığı bu gözəl sifətlər bizdə varmı? Allahın ayələri oxunduğu zaman imanımız artırmı? Əgər artmırsa,
deməli onu islah etməliyik. Onun üzərində çalışmalıyıq. Onu xatırlatmalıyıq. Çünki nəfs hər zaman pislikləri istəyir, möhtərəm qardaşlar. Necə ki, Rəbbimiz Yusuf surəsində buyurur ki, İnnən nəfsə ləəmmaratun bis-su. Həqiqətən nəfs hər zaman pislikləri əmr edir. Heç zaman sənə yaxşılığı əmr etməz. Ona görə bu vəsifləri hər zaman nəfsinə xatırlat. Gör bunlar bizdə varmı? Səndə varmı? Əgər yoxdursa, onun üzərində nəfsimizi islah etməliyik. Sonra Rəbbimiz buyurur ki, İnnəməl mu'minunəl-ləzīnə izə zükirəlləhu vəcilet qulubuhum və izə tuliyət aleyhim əyətuhu zədəthum imanə və alə rabbihim yətəvəkkəlun. Onlar yalnız Rəblərinə təvəkkül edərlər. Həqiqətən təvəkkül də müminin halıdır. Mümin təvəkkül etməzsə, onun halı acı olar. Ona görə hər zaman mümin Rəbbinə təvəkkül etməlidir. Çünki təvəkkül insanı gücləndirir, insanı Rəbbinə bağlayır. Allah Subhanahu və Teala'ya hər zaman inamını artırır. Ona görə buyurur ki, وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ. Müminlər yalnız Allah'a təvəkkül ederlər. Sonra buyurur ki, اَلَّذ۪ينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ. Namaz qılanlar, necə ki Rəbləri onlara buyurub, namaz qılmağı əmr edib. اَلَّذ۪ينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ. Onlara verilən maldan, mülkdən infak ederlər, sədəqə çıxararlar, zəkat verərlər. Bunlar hamısı müminin vəsifləridir. Sonra Rəbbimiz buyurur ki, Ulaikə humul mu'minunə haqqa. Həqiqi müminlər bu kəslərdir. Ulaikə humul mu'minunə haqqa. Ləhum dərəcətun ində Rabbihim. Allah qatında onların uca dərəcələri var. Ləhum dərəcətun ində Rabbihim və məğfirətun və rizqun kərim. Allah tərəfindən onlara bağışlanma var. Və rizqun kərim. Onlara gözəl, misilsiz, xeyir, bərəkət, ruzi var. Onlar əgər bu vəsifləri özlərində cəm edərlərsə, həqiqətən mümin nəfsinə bu gözəl vəsifləri xatırlatmalıdır, möhtərəm qardaşlar. Əks halda insan zəifləyir. Əks halda insan məhv olur. Çünki dünya insanı aldadır. Nə qədər fani olsa da, nə qədər qısa olsa da, insanı tez aldadır. Tez insanı qafilləşdirir. Çünki dünyanın ləzzətləri insanı aldadır. İnsan düşünür ki, hər zaman belə olacaq. Heç zaman bu dünyadan köçməyəcək. Ona görə hər zaman ölümü xatırlamalıdır. Çünki ölüm insanı Allaha qaytarır. Ləzzətləri unutturur. Necə ki buyurur ki, Əkthiru min zikri hədimul ləzzət. Bütün ləzzətləri parça-parça edən ölümü tez-tez xatırlayın. Çünki ölüm gələcək və insan onu bilməlidir. Geci, tezi gələcək. Gec olsa da, tez olsa da bir gün hər birimizi yaxalayacaq. Necə ki Rəbbimiz buyurur ki, Əynəmə kuntum. Harda olsanız belə. Və ləv kuntum fi burucin müşəyyədə. Uca qalaların içində olsanız belə bir gün sizi haqlayacaq. Və o gün artıq gec olacaq. Ona görə insan, mümin nəfsinə xatırlatmalıdır ki, mən bir gün gedəcəyəm, yerlərin, göylərin sahibinə hesab verəcəyəm. Və gör, hansı əməli hazırlamısan? Bir gün bir kişi Allah Resulü sallallahu aleyhi və səlləmin yanına gəlir. Deyir ki, Allahın Resulü mətəs-sə'ə. Deyir ki, Allahın Resulü qiyamət nə zamandır? Allah Resulü sallallahu aleyhi və səlləm ona heç nə demədən ən vacib sualı ona verir. Deyir, məzə ə'dəddə ləhə. Deyir, sən ona nə hazırladın? Nə hazırlamısan o gün üçün? Soruşursan, bugün oldu, sabah oldu, ona həmiyyəti yoxdur. Gözəl bir sual verir və bu sual hər birimiz üçün hər zaman zehnimizdə, qəlbimizdə olmalı bir sualdır. Məzə ə'dəddə ləhə.
Nə hazırladın o gün üçün? Hansı azüqəni yığdın? Və Rəbbinə hesab vermək üçün hazırsanmı? Və bizdən birimizə deyilsə ki, sabah sənə ölüm gələcək. Və insan nə edər? Dünyanın hansı malını fikirləşər, mülkünü fikirləşər? Yalnız fikirləşər ki, Rəbbimə nə cavab verəcəyəm? Rəbbimlə necə görüşəcəyəm? Və əqulu qavli həzə və əstəğfirullaha li və ləkum və lisəilil musliminə min kulli zənbin fəstəğfiruhu innəhu huvəl-ğafurur rahim. Ya eyyuhəl-ləzīnə əmənu zikurullaha zikran kəthira və səbbihuhu bukratan və asilə. Möhtərəm müsəlmanlar, həqiqətən möminlik sifəti uca bir sifətdir. Allah subhanehu və teala onu hər kəsə nəsib etmir. Onu birinci növbədə mömin Allahdan istəməlidir. Ona arzu etməlidir. Allaha yalvarmalıdır ki, sabit qalsın ki, mömin sifəti ilə bu dünyadan köçsün. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, bir gündə bəzən 70 dəfə, bəzən 100 dəfə Allahdan bağışlanma istəyərdim. Və Allahdan sabitlik istəyərdim ki, mömin kimi qalması üçün. Və buyurardı ki, Allahümmə ya muqallibəl qulubi, thəbbit qalbi alə dinik, və ya musarrifəl qulubi, sarrif qalbi alə taatik. Ey qəlbləri çevirən Rəbbim, mənim qəlbimi dinin üzərində sabit et. Və ya musarrifəl qulubi, sarrif qalbi alə taatik. Ey qəlbləri çevirən Rəbbim, mənim qəlbimi taatin üzərində, itaətin üzərində et, deyə dua edərdi. Çünki Allah Resulü bilirdi ki, qurtuluş buradadır. Qurtuluş buradadır, İslamdadır, imandadır. Və bir müminin qurtuluşu yalnız Allahla bir ola bilər. Allahın yanında ola bilər. Allahın ipindən möhkəm yapışmaqla ola bilər. Və sonra Rəbbimiz bilirsiniz ki, Quran-ı Kərimdə Müminun surəsi, Müminlər surəsi nazil edib. Və onun 10 ayəsində bizlərə bir daha möminlərin vəsiflərini xatırlayır. Və buyurur ki, hər bir müminin bilməsi lazım olan bir vəsiflərdir ki, onları bilib insan yaşasın ki, onun imanı sabit qalsın. Rəbbimiz buyurur ki, qad əfləhəl müminun, müminlər qurtuluşa çatdılar, nəcata çatdılar. Hansı müminlərdir onlar, möhtərəm qardaşlar? Nə etməlisən ki, o qurtuluşa çatasan? Hansı əməllər etməlisən? O buyurur ki, ikinci ayət kərmədə, Əl-ləzīnəhum fi salatihim xaşi'un. O müminlər ki, namazlarında muti olarlar, xuşu içində olarlar. Xuşu olmaq da, xuşu içində olmaq da o rahat bir əməl deyil. Onun üçün çalışmalısan. Bütün dünya ləzzətlərini arxada qoymalısan. Namaza girərkən hazır olmalısan. Qaça-qaça gəlib namaza başladınsa, o namaz sənə heç nə verməz. Ona görə Rəbbinin huzuruna gəlməmişdən öncə düzgün gəlməlisən. Hazır gəlməlisən ki, o gözəl müminin, müminlərə xas olan o sifəti əldə edəsən. Müminlər o kəslərdir ki, deyir, Əl-ləzīnəhum fi salatihim xaşi'un. Onlar namazlarında xuşu içərisində olarlar. Sonra buyurur ki, وَالَّذ۪ينَهُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ. Onlar dedikodudan, xoşa gəlməz sözlərdən uzaq olarlar. Və hər bir müminin həyatında bu yaşanır. Görürsən ki, xoşa gəlməz lağlağalar, dedikodular, qeybət, nəmimə, ara gəzdirmək, cürbəcür, xoşa gəlməz sözlər hər bir müsəlmanın, mümin həyatında olur. Ona görə mümin bu sifətləri, bu pis sifətləri həyatından çıxartmadıqca həqiqi mümin sifəti ona yaraşmaz, ona yapışmaz. Və sonra buyurur ki, وَالَّذ۪ينَهُمْ لِزَّكَاتِ فَاعِلُونَ. O kəslər ki, zəkatlarını, sədəqələrini verərlər. O müminlər ki, o sifətə layiq olan, qurtuluşa çatan müminlər zəkatları çatdığı zaman zəkatlarını verərlər, sədəqələrini verərlər. Sonra buyurur ki, 5-ci ayət kərmədə وَالَّذ۪ينَهُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ. O müminlər ki,
iffətlərini qoruyarlar, övrətlərini qoruyarlar. Bu vəsiflər hamısı müminin vəsifləridir, möhtərəm qardaşlar. Və baxmalıyıq, görək ki, bunlardan hansı bizdə var, hansı yoxdursa, onu yerinə gətirməliyik. Çünki iffət, qeyrət, namus, bunlar hamısı möminə xas olan, müsəlmana xas olan gözəl sifətlərdəndir. O kəslər ki, iffətlərini qoruyarlar. O da çətindir, ancaq mümkündür. Onun üzərində mömin çalışmalıdır. Hər bir halı ilə, necə ki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mənə iki şeyi zəmanət verin, sizə cənnəti zəmanət verin. Birincisi dildir, ikincisi də insanın övrətidir. Hər ikisi də insanı cəhənnəmə aparan ən pis səbəblərdir, vasitələrdir. Onlardan qorumalıyıq. Sonra 6-cı ayədə Rəbbimiz buyurur ki, İllə alə əzvacihim əv mə mələkət əymənuhum fə innəhum qayru məlumin. İllə alə əzvacihim. Yəni Rəbbimiz bizlərə halallar buyurub. İllə alə əzvacihim. Yalnız zövcələrindən və sahib olduqları cariyələrdən başqa heç bir harama yaxınlaşmamalıdır mümin. Yalnız Rəbbinin hüdudları ilə, halalları ilə hərəkət etməlidir ki, o sifətlər ondan getməsin. Və sonra buyurur ki, فَمَنْ اِبْتَغَى وَرَاءَ ذَٰلِكَ فَاُولَٰئِكَ هُمُ الْعَادُونَ. Əgər kim həddini aşarsa, onlar zalimlardan olar. Çünki Rəbbimizin hüdudları var. Heç bir mümin onu aşmamalıdır. Hər zaman ona riayət etməlidir. Sonra buyurur ki, وَالَّذ۪ينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ. O müminlər ki, əmanətlərinə vəfa edərlər. Əmanətə xəyanət etməzlər. Əhdlərini yerinə gətirərlər. Bunlar hamısı xoş sifətlərdir müminə yaraşan. Sonra buyurur ki, وَالَّذ۪ينَ هُمْ عَلَى صَلَوَاتِهِمْ يُحَافِظُونَ. Və onlar namazlarını qoruyarlar. Və müminin həyatında namazdan daha gözəl və uca nə var? Əlbəttə ki, heç nə. Namaz dinimizin dirəyidir. Və hər bir mümin onu hər şeyin başında bilməlidir. Bütün həyatın sıxıntıları, çətinlikləri, vaxtın azlığı, dünyanın bütün sıxıntıları üzərinə gəlsə belə, namaz vaxtı girdisə, namazını qorumalısan. Və bilməlisən ki, bugün, bu saat sənin haqqın deyil. Artıq sənin haqqın bitmişdir. Namaz vaxtı girdi, artıq sən Allahın buyurduğu haqqı yerinə gətirməlisən. Əks halda zülm etmiş olarsan, həm nəfsinə, həm də ki, haqqı ödəməmiş olarsan. Ona görə bu gözəl sifətləri Allah subhanehu və teala xatırlayır ki, onlara riayət edək, onları nəfsimizə xatırladaq və bunları edənlərin qarşılığı cənnətdir. Necə ki, buyur, əl-ləzīnə yərithunəl firdəvs hum fīhə xalidun. Yəni, onlar Firdevs cənnətinə hasil olarlar və orada əbədi qalarlar. Və bu gözəl sifətlərə sahib olan möminlər, Allah subhanehu və teala hər birimizə işli faydalanlarını etsin. Allah subhanehu və teala bu gözəl sifətləri hər birimizə nəsib etsin, müvəffəq etsin. Allah subhanehu və teala bizləri, övladlarımızı, ailəmizi və bütün müsəlmanları doğru dini üzərində sabit etsin. Allah subhanehu və teala millətimizi qorusun, hidayət versin, hidayətdə olanları sabit etsin. Allah ölkəmizi qorusun. Allah subhanehu və teala ölkəmizi hər zaman əmin, aman diyarə etsin və bütün müsəlman ölkələrini əmin, aman etsin. Bu gözəl neymətdir. Allah subhanehu və teala bu əmin amanlığa səbəb olanları
hər birisini qorusun, güc-qüvvət versin. Allah dövlətimizi qorusun, dövlət başçımızı qorusun, onu xeyir işlərə müvəffəq etsin. Allah subhanehu ve teala hər birimizi son nəfəsimizə qədər doğru dini üzərində sabit etsin. İnna Allaha ve melaiketehu yusalluna alen nebi ya eyyühellezine amenu sallu aleyhi ve sellimu teslima. Allahümme salli ve sellim ala nebiyyina Muhammed kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid. Allahümme barik ala Muhammedin وعلى آل محمد كما باركت على إبراهيم وعلى آل إبراهيم إنك حميد مجيد وأقم الصلاة